Avropada Avstriyadayam. Alman sərhədinə yaxınıq. Bir tır parkının, tır parkıdır burada. Tırçılar üçün sırf tır parkıdır. Göstərəcəm. Bu tualetidir. İlk tualeti göstərdiyim üçün üzr istəyirəm. Amma göstərim də, yəni burada qadınlar üçün tualetdir. Burada əlillər üçün. Burada duş yeridir. 1 avroya, yəni çimirsən burada. Burada şeydir, paltarlayan. Hal-hazırda elə mən paltarlarımı yuyuram burada. Yuyur, həm də qoyulacaq. Düzdür, bu pullandı amma hardasa 6 euro ödədim bunun üçün, 12 manat Azərbaycan pulu ilə. Bir də şey, baxın. Tırlar da oradadır. Tırın girişi, bu parkda pulsuzdur girişi. Yəni əksəriyyəti pullu olur. Amma bura pulsuzdur. Çox gözəldir, xoşum gəldi. Burada da belə bir şey var. Burada da var. Məsələn, baxın, oradan satış şeyləridir, aparatları içində su, kofe falan. Heç kimdə yoxdur burada, sərbəst özün üçün. Burada da yeməkxanadır, qaz var. Qavqacaq zad yoxdur, düzdür. Olmamalıdır da belə də. Yəni özündən gətirirsən, içəridə yeməyi bişirirsən, oturursan orada çörək yeyirsən.